140-cı sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Səfəvi şahı 1-ci Təhmasib, Səlcuq hökmdarı 1-ci Məlikşah. İlk olaraq onların hakimiyyətlərini yazaq. Səfəvi şahı 1-ci Təhmasib 1524 1576-cı illərdə. Səlcuq hökmdarı 1-ci Məlikşah isə 1072 1092-ci illərdə hakimiyyət olmuşdur. İndi isə variantlara baxaq. Bir, paytaxtların dəyişdirilməsi. Bu variant hər iki şəxsə aiddir. Həm Şah 1-ci Təhmasibə, həm də Səlcuq hökmdarı 1-ci Məlikşaha. Belə ki, 1555-ci ildə Amasya müqaviləsindən sonra Şah 1-ci Təhmasib Osmanlı tərəfindən Təbrizə dəfələrlə yürüş edilməsi nəticəsində paytaxtı Təbrizdən Qəzvinə köçürmüşdür. Səlcuq hökmdarı 1-ci Məlikşah isə 1073-cü ildə paytaxtı Reydən İsfahana köçürmüşdür. Bu variant ona görə də hər ikisinə aiddir. Bir gedir oxşara. 2. Şəddadilər dövlətinə son qoyması. Şəddadilər dövləti ilk olaraq 971-ci ildə yaranmış, 1088-ci ildə süqut edilmişdir. Şəddadilər dövlətini isə Səlcuq hökmdarı 1-ci Məlikşah süquta qatılmışdır. Bu 1088-ci ildir. Səlcuq hökmdarı 1-ci Məlikşah şəddadilərin mövcud olması, gələcəkdə Səlcuqların dövlətinə ziyan olduğu üçün sərkərdəsi Buğanı göndərir və Şəddadilər dövlətinin paytaxtı Gəncənin tutulması ilə süqut edilir. Ona görə bu variant 1-ci Məlikşah edir. İndi isə 3. Tacirlərin bəzi vergilərdən azad edilməsi. Bu variant hər ikisinə aid olur. 1565-də Səfəvilərdən Şah 1-ci Təhmasib tamağa vergisini ləğv etmişdir. Səlcuq hökmdarı 1-ci Məlikşah isə o da bəzi vergilərdən tacirləri azad etmişdir. Bu variant hər ikisinə aid olur. Daha sonra 3. 4. Amasya müqaviləsinin imzalanması. Bu Amasya 1555-ci ildə Səfəvilər Osmanlı arasında idi. Bu dövrdə Səfəvlərdə Şah 1-ci Təhmasib hakimiyyətdə idi. Bu variant isə Şah 1-ci Təhmasib idi. 4. Şəki hakimliyinin ləğv etməsi. Bu hadisə 1551-ci ildə düşür. Belə ki, Şəki hakimi Məhəmməd Dərviş Məhəmməd üsyan qaldı. Üsyan görə də öldürülür və Şəki hakiminin ləğv edilməsi ilə Azərbaycan əraziləri birləşdirilir və Azərbaycanın ticarət yolları üzərində inkişaf etməyə başlayır. Bu da aid olur Şah 1-ci Təhmasibə. Oxşar cəhət olaraq oxşara getdi 1-3 Şah 1-ci Təhmasibə 4-5 Səlcuq hökmdarı 2-yə isə gedir 4-5 2-3 variantı var.